Bu 43 yaşlı Daniel'dı. O bir neçə saat bundan əvvəl öz həyat yoldaşını qətlə yetirib. İndi isə obraza girərək timsah göz yaşları tökür. O qədər inandırıcı oynayır ki, qaynanası öz dərdini unudub ona təsəlli verir. Son 4 ay ərzində Daniel arvadını öldürmək üçün ideal qətl planı hazırlamışdı. Bu, ən incə detallarına qədər düşünülmüş bir plan idi. Elə bir plan ki, hər kəs ondan deyil, başqasından şübhələnəcəkdi. Polislər onu deyil, tamamilə günahsız bir insanı həbs edəcəkdi. Brookfield Police! Brookfield Police! Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. Daniel Krug və Crystal Krug Kolorado ştatının Broomfield şəhərində yaşayırdılar. Onların hər ikisinin 43 yaşı vardı. Daniel və Crystal 16 il idi ki, ailəli idilər. Onların 3 övladı vardı. Son bir neçə ay ərzində Crystal'ın e-mail adresinə, eləcə də telefonuna naməlum şəxs tərəfindən təhdid mesajları gəlirdi. Həmin adam onun hər addımını izlədiyini yazırdı. Mesajlar müxtəlif nömrələrdən göndərilirdi. Crystal bu barədə polisə məlumat verir. Polis Krug ailəsinin yaşadığı evə gəlir və Crystal'ın avtomobilini yoxlayır. Ola bilsin naməlum şəxs qadının maşınına GPS qoymuşdu və bu yolla onun hər addımını izləyə bilirdi. Crystal'ın avtomobilini yoxlayan polis heç nə tapa bilmir. Dedektiv məktubların yazıldığı e-mail adresləri araşdırır. Məlum olur ki, mesajlar müxtəlif ştat və şəhərlərdən göndərilib. Daniel polisə zəng edir və bildirir ki, kimsə onların evinə girib. Polis Krug ailəsinin evinə gəlir. Daniel deyir ki, işdən evə qaydırmış. O, avtomobilini evin yanında saxlayanda bir nəfərin qarajdan çıxıb qaçdığını görür. Biraz keçəndən sonra Crystal işdən evə gəlir. Ərlə arvad qarajdan evin ehtiyat açarlarının yoxa çıxdığını görürlər. Daniel deyir ki, evdən başqa heç nə götürülməyib. Polis evin giriş qapısının kilidini dəyişməyi məsləhət görür. Həmin an polisin heç ağlına da gəlməzdi ki, Daniel yalan danışır. Əslində evə heç kim girməmişdi. Evin ehtiyat açarlarını götürən məhz Daniel'ın özü idi. Crystal səhər işə gedəndə tanımadığı nömrədən SMS alır. Mesajı göndərən şəxs özünü Anthony Holland kimi təqdim edir. Crystal Anthony'nin adını oxuyanda təəccüblənir. Anthony onun 23 il əvvəl görüşdüyü sevgilisi idi. Crystal'la Anthony'nin münasibəti uzun sürməmişdi və onlar qısa müddətdən sonra ayrılmışdılar. Bu qədər vaxtdan sonra Anthony'nin ona yazması qəribə idi. Anthony Crystal'la yenidən görüşməyə təklif edirdi. Crystal Anthony'yə cavab vermir. Ertəsi günü Anthony yenidən SMS göndərir. Bu dəfə o, Crystal'ın gün ərzində nə etdiyini, hara getdiyini dəqiqliklə yazır. Crystal düşünür ki, aylardır onu izləyən, onu təhdid edən keçmiş sevgilisi Anthony'dir. Narahat olan Crystal evinin hər tərəfində kameralar quraşdırır. O üstündə silah gəzdirməyə başlayır. Bir aydan sonra Crystal növbəti mesaj alır. Bu dəfə Anthony Daniel'ın gizlincə şəklini çəkmiş, altından da təhqiredici sözlər yazmışdı. Crystal anlayır ki, vəziyyət getdikcə təhlükəli hal alır. Anthony təkcə onu deyil, onun ailəsini də izləməyə başlamışdı. Crystal polis idarəsinə gedir və baş verənləri dedektivə danışır. Crystal'ın yatıb yuxusuna da girməzdi ki, Anthony'nin adından ona mesajlar yazan öz əridir. Daniel addım-addım öz dəhşətli planını həyata keçirirdi. Təhdid mesajlarını yazan şəxsi tapmaq üçün Daniel'ın verəcəyi ifadə vacib idi. Bu səbəbdən dedektiv onu polis idarəsinə çağırır. Daniel həyat yoldaşı üçün narahat olduğunu, Anthony'nin ona zərər verə biləcəyindən ehtiyat etdiyini deyir. Dekabrın əvvəlində Crystal Anthony'dən daha bir mesaj alır. Anthony yazır ki, artıq onun həyatında bir qadın var və o bir də Crystal'ı narahat etməyəcək. Crystal çox sevinir. O bundan sonra rahat nəfəs alacağını düşünür. Əslində isə bu Daniel'ın növbəti taktikası idi. O bununla arvadını və polisləri arxayın etmək, onların sayıqlığını azaltmaq və qəfildən zərbə endirməyə planlaşdırırdı. Crystal uşaqları məktəbə aparır.
Daniel giriş qapısının üstündəki kameranın üzərini izolyasiya lenti ilə örtür. Sonra isə qaraja girib arvadının gəlməsini gözləyir. Bir müddət sonra Crystal evə qayıdır və maşını qaraja salır. Həmin an qadın ərinin əlində bıçaq onu gözlədiyindən, bir neçə saniyə sonra öləcəyindən xəbərsizdir. Crystal avtomobildən düşüb qapını örtür. Elə həmin an Daniel arxadan onun başına küt alətlə güclü zərbə endirir. Crystal huşunu itirərək yerə yıxılır. Daniel əlindəki bıçağı arvadının ürəyinə sancır. Sonra paltarını dəyişib ofisə gedir və izi azdırmaq üçün Crystala zəng eləyir. Ona SMS yazır. Bir neçə saatdan sonra isə 911 xidmətinə zəng edir. Hi there. My name is Dan Krug. I don't think this is an emergency, but this feels really weird. Okay. My wife isn't responding to text messages or phone calls. Okay. And we've had threats against us. She was supposed to meet with Detective Martinez today, but I can't get a hold of him. Can I get either someone in the house to check in with Martinez, or maybe both, maybe a wellness check at the house? Sonra Daniel qaynanasına zəng edir və evə gedib qızını yoxlamasını xahiş eləyir. Bir neçə dəqiqədən sonra polis zabiti Krug ailəsinin yaşadığı evə gəlir. Polis qapını döyür, amma evdən səs-səmir gəlmirdi. Sonra o qaraja baxır və orada Crystal'ın cəsədini aşkar eləyir. Brookfield Police! Brookfield Police! Elə bu an Crystal'ın anası gəlir. O qızının qana bələnmiş meyitini görəndə şoka düşür. Biraz keçdikdən sonra qohumlar və dost tanışlar hadisə yerinə gəlirlər. Daha sonra Daniel gəlir və həyat yoldaşının ölümündən sarsılmış, istirab çəkən ər obrazını məharətlə oynamağa başlayır. Crystal'ın anası isə Daniel'a təsəlli verirdi. Həmin an zavallı qadının heç ağlına da gəlməzdi ki, qızının qatili məhz Daniel'dı. This is my house. I understand. Need to get his phone away from him. Because you guys drove together. They drove together. I didn't protect her. I was supposed to protect her. Let them know. Müşahidə kamerası Crystal'ın uşaqları məktəbə apardıqdan sonra səhər saat 7:55-də evə qayıtdığını göstərirdi. 20 dəqiqədən sonra saat 8:15-də evin bütün kameraları söndürülür və 2 saatdan sonra saat 10:15-də yandırılır. Təkcə qaraja baxan kamera bu 2 saat ərzində yanılı qalır. Həmin kamera saat 8:25-də Daniel'ın öz avtomobilində evi tərk etdiyini qeydə almışdı. Bu kadrda isə Daniel'ın səhər saat 9-da ofisə gəldiyini görmək olur. O özünü tamamilə sakit aparır, heç nə olmamış kimi iş yoldaşları ilə salamlaşır. Polislər Crystal'ın keçmiş sevgilisi Anthony'nin evinə gedirlər. Anthony 800 kilometr məsafədə yerləşən Utah ştatında yaşayırdı. O hadisə baş verən gün evdə olduğunu, heç nədən xəbəri olmadığını bildirir. Detektivlər Anthony'nin alibisini yoxlayırlar. Qətl baş verən səhər Anthony həqiqətən də başqa ştatda, başqa şəhərdə olmuşdu. Anthony qatil ola bilməzdi. Crystal'ın anası ifadəsində deyir ki, qızı ilə Daniel'ın münasibətləri yaxşı deyildi. Crystal boşanmaq istəyirdi. Daniel isə qətiyyən bunun əleyhinə idi. Bu detektivi şübhələndirir. O Daniel'ın keçmişini araşdırır və maraqlı bir faktla rastlaşır. O müəyyən edir ki, Daniel əvvəllər Kerry adlı qadınla sevgili olub. Xəfiyyə Kerry'dən Daniel barədə soruşur. Kerry deyir ki, tələbəlik illərində Daniel'la sevgi münasibətləri olub. Sonra Kerry Daniel'ı tərk edir. Bundan sonra Kerry'nin qara günləri başlayır.
Daniel müxtəlif nömrələrdən, başqa şəxslərin adından ona təhdid mesajları yazır, onu daim təqib edirmiş. Hər iki hadisə arasında oxşarlıq vardı. Bəlkə elə Crystal'ı təqib edən, onu qətlə yetirən Daniel idi. Evdəki kameraları uzaqdan idarə etmək olurdu və onları yalnız 3 nəfər söndürə bilərdi. Crystal, Daniel, bir də Crystal'ı qətlə yetirən şəxs. Polislər qonşu evlərdə quraşdırılmış kameraların çəkdiyi kadrları bir-biri izləyirlər. Kameraların heç biri qətl baş verən səhər Krug ailəsinin evinə yad adamın gəldiyini qeydə almamışdı. Bu da qatilin Daniel olduğunu göstərirdi. Amma bir məqam vardı. Hadisə baş verən gün səhər saat 9:15-də Crystal Daniel'a SMS göndərmişdi. Belə çıxırdı ki, həmin vaxt Crystal sağ imiş. Belə olan halda isə Daniel qatil ola bilməzdi. Çünki 9:15-də Daniel işdə idi. Detektivlər Crystal'ın telefonunu yoxlayırlar. Məlum olur ki, SMS proqram vasitəsilə göndərilib. Daniel izi azdırmaq üçün Crystal'ın telefonunda SMS yazmış və onu taymerə qoymuşdu. Mesaj Crystal'ın telefonundan ona avtomatik olaraq gəlmişdi. Bu da Daniel'a alibi qazandırırdı. Detektivlər Crystal'a mesajların göndərildiyi kompüterin, eləcə də telefonların IP adresini müəyyən edirlər. Onların hamısı Daniel'ın işlədiyi ofisdən göndərilmişdi. Üstəlik həmin telefonlar dükandan Daniel'ın bank kartı ilə alınmışdı. Detektivlər Daniel'ın kompüterini yoxlayırlar. Qətldən bir gün əvvəl Daniel internetdə belə bir axtarış vermişdi. Bir insanın huşunu itirməsi üçün zərbə onun başına necə endirilməlidir? Dekabrın 16-sında Daniel həbs olunur. O bunu gözləmirdi. Daniel hər şeyi ən incə detallarına qədər planlaşdırmışdı. O, Crystal'ın keçmiş sevgilisini şübhəli kimi göstərməklə izi azdırdığını düşünürdü. Daniel hər şeyi öz nəzarətində saxlamağı sevən bir despot idi. O, ayrıldıqdan sonra ailəsi üzərindəki nəzarəti itirməkdən qorxurdu. 2025-ci il aprelin 17-sində keçirilən yekun məhkəmədə Daniel'a ömürlük həbs cəzası verilir. Onun heç bir zaman vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət etmə hüququ olmayacaq.